Kim gəlir belə? Salam belə. Ay, aleyküm salam. Gəlin, gəlin, ne gəlin? Geç. Ha? Salam aleyküm. İlham, kardeş hakkında maraqlı şairlər gezir. Haradasan? Keçən dəfədən sonra səni axtarırıq, tapa bilmirik, yoxa çıxırsan. Şairlərə inanmıram. Telefonun cavab verilmir. Telefonu oğrayıblar, Allah oğrayanı insafı getirsin. Deyirəm, müraciət eləmək da telefon oğrayana. Allah onu hidayət eləsin. 5-6-23-53. Onun birisi mən ona $100 pul verirəm mükafat. Ya da 100 manat. Ona görə mənim telefonum... Telefonun özü səndə elə 100 manatlıqdır da. Telefon bahalı telefon. 120 manat. Anar, qardaş sən haradasan ola? Görsənmirsən. Mən də belə də yavaş-yavaş şükürlər, yaxşılıqdır, romanları oxuyurdum. Dolu romanını oxumuşam. Qardaş, bu boyda kitab olar, bu boyda roman olar. Tutmusan ha özünü Deməli, bu yox, mənim kitabım deyil. Hə. Bu roman nədən bəhs edir? Bu bizim Uçaskovlu Arif müəllimin kitabıdır. Arif mənim kitab yazır. Ha, roman yazıb. Yaxşı, bu kitab nədən bəhs edir? Kitab ondan bəhs edir ki, bir çilingər oğlan ulduz qıza aşık olur. Və evlərində ulduz qızın evlərində razı olmurlar çilingər oğlana getmək. Nəsə gedir. Bunlar həyat qururlar. Sən bunlar üçün də danış, biz də eşidək də. Bunlar həyat qururlar və vaxt vədə edir ki, bu çilingər oğlan ulduz qızı atır, gedir başqa birini sevir. Hə, yaxşı, bunun axırı nə ilə qurtarır axı? Axırda bilinir ki, bu ulduz qızı çilingər atıb gedir. Hə. Başqası ilə elə bil ki, evlənir. Hətta süjet xətti bundan ibarətdir, o da qalır evdə. Evdar xanım olur da. Rüfət demişkən heç yaxşı adam deyirdi. Ha, mən də nəsə baxdım bu romana, oxudum, gördüm ki, bu boyda roman olmaz axı. Bu əgər süjet xətti bundan ibarətdirsə, bunu balaca bir şeirdə də Yaxşı, mən başım çıxmır, o kitabın vərəqləri nə qalınlıdır? Kardon zatdır bəyəm o boyda, yoxsa? Kitabdır da, gözəl bir kitabdır. İndi içində mən başa düşürəm. uzunçuluğa çox yol verirsə, kitab gözəl kitabdır. Kitab yaxşı kitabdır. Sən bunu neçə müddət oxumusan? Mən bunu hərsə bir ay müddət oxudum. Evdən bayıra çıxmamısan oxuyanda? Yox, indi çıxdığım vaxtlar da oldu, çıxmadığım Bəlkə vaxtlar. də bir ay sən buna vaxt sərf eləmirsən. Sənin haqqında o qədər söz söhbətlər yazılıb, hamısı mənim boynuma düşüb. Nə Oradan Allah olan mənim, yeni Olar. gəlmişəm. Bu boyda kitabı oxuyanı elə döymək lazımdır da. Sən mənə yox. O kitabı oxudum. İşin gücün yoxdur. Hələ mən bunun yazanını demirəm. Bunun yazanını özünü döymək lazımdır. O da desən yavaş-yavaş məni maraqlandırır. Nə işlə məşğul olur? Oğlum mən, bir dənə bu İlhamın da yoxa çıxmağını məsələsini aşkar elədi. Keçən dəfədənsə dediniz axı siz orada Mən ki... İlhamın xətrini çox Allah istəyirəm. köməyinə İlhama çox sağ ol. hörmətim var. İlham indi yox. İlham təqribən bir 25 il bundan qabaq döyülüb. Özdəki o vaxtda kənd toylarının birində mən ona dedim ki, sən belə görürəm inşallah sənin gələcəyin yaxşı olar. Gələcəyi yaxşı da oldu. İndi tanınır amma o vaxt indi bilmirəm, mənlik deyil onun. Yəni döyüldüyü vaxt deyib də, yəni bala olan. Yox. O vaxt mən dedim inşallah istedadım var, amma nə isə bir haqq hesab çıxmalıdır ortalığa ki, tanınasan. Tanındı da indi amma indi mənlik deyil. Amma əslində qalanda bunun yazanını qınamaq da olmaz. İndi bizim teleseriallar gedir, 100 serial, 90 serial. Yəni elə belə şeylərin üstündə o da qurulur da. Mən bayaq bir söz işlətdim, biraz yaxşı çıxmadı. Mənə belə gəlir ki, bu yaxınlarda rejissorların biri də elə bu kitabda olan hadisəni işıqlandıracaq. Serial olacaq orada. Bakıda çoxlu hadisələr olur indi, adamları tanımaq çətindir. Bir nəfər öz qaynanasını itirir Bakı şəhərində, Allah cəmi arasında olunları qismət eləsin.
Nəyə estağfurullah? Nazlı mənim sizi qaynananızı rəhmət edeyim. Çoxdan. Allah rəhmət etsin. Allah özü için rəhmət etsin. Demək bu da ləzgi olur, elan verir. Bakıda qaynana itirmişəm, boyu 1 metr 59 sant, ayaqqabısı razmeri 39, gözləri balaca qara reydə. Kim görübsə özün görməməzliyə vursun. Öz aramızda əsl serial mövzusudur ya. Öyle de öyle. Serial dediğin Serialları daha... sığıyırlar başqa ölkələrdən bura. Biz də gələk serial sığıyaq ki, başqa ölkələrə. Böyle. Öz aramızda bu toylar da elə serial kimidir ya, hə? Oğlum mənim. Cürbəcür əhvalatlar da baş verir toylarda. Toylarda cürbəcür deyəndə elə toyun özü də seriala oxşayır. Çünki əvvəl qız toyu, nişan, ondan sonra böyük toy, ondan sonra oğlan toyu, ondan sonra qız toyu, ondan sonra uşaq gətirirlər, onun uşağın ad kəsmə günü, dünyaya gəlmə günü, nə bilim, yaşının belə serialla gedirdim. Mən özüm adam var, artıq 18-ci dəfə onun bir nəfərin üstünə gedib gəlirəm, yəni ki, bütün tədbirlər var. Ənənə kimi Ənənə serialdır da. Bu adam da serialı bütünlüklə bu kitaba yerləşdirir. Bu yazılan bu romanın içindəkindən xəbərim yoxdur, amma çölündən biraz istədim bunu qaldırım, gücüm çatmadı. Mən bilmirəm, bunu mağazadan alsam, mən bunu necə daşımalıyam? Yox, mənim başım çıxmır. O boyda romanı yazmağa nə vadar eləyib, o yekəliylə əsər. Fikrini çatdıra bilmir də. Balaca bir şey yazardı, xudmanı əsər. Bilirsən necədir? Bu gün belə roman yazanlar çoxdur. Fikir yazarı çıxanda, şairi çıxanda o üst tutur ya sərbəst şeir ya da fikri çatdırmaq üçün roman yazmalı. Onun üçün də indi fikrin hardasa çatdıra bilmədiyi üçün o roman yazır. Yeri gəlmişkən, bu aşıqlar da keçmiş zamanlarda qəşəng əhvalatlar danışardılar, nə bilim dastanlar danışardılar da. Bu dastanı danışmaq, Koroğlu'da oxumuşuq da, Aşıq Cünun gəldi, sazı çıxartdı köynəkdən, mizrabı vurdu, serialdır da əməlli başlı. Sonra başladı nəsə danışmağa, 3 gün, 3 gecə bu dastan danışdı. Bir aktyorun teatrı vaxtın yarandı, elə. Ay sağ ol. Bizdə bir iki dəfə o yaran, bir aktyorun teatrı. Bu romanların da yazılmağı o dastanlardan gəlir, kökdən gəlir, əsildən gəlir. Gəldim. Deyəsən gələn var. Gələn var. Boş olur. Ay büyüsün, ay büyüsün. O qədər aşıqdan danışdınız, aşıq da gəldi. Əhriman mənim, xoş gəlmişsiniz. Məclis ahəstədir ya. Hoş gördük. Ben dəstəmlə gəlmişəm ha. Ay maşallah. Eşq olsun. Hamınızı xoş gördük. Dedilər qapına adını yazdır, dil açdı sinəmdə aramla ürək. Sən qapına görə tanınmamalı, qapın sənə görə tanınsın gərək. Kimdən soruşuram deyir, bax, Rahim müəllimin qapısı oradır. Eşq olsun sənə. Necəsiniz? Çox əla, əntiqə, balalamam necəsiniz? Qardaşım, hamınızı xoş gördük, hamınızı xoş gördük. Siz gəlməmişdən qabaq böyük məhəbbət və məhəbbətə həsr olan dastanlardan, aşıqların dastan danışmağından danışırdıq. Bəli, ay maşallah. Bu da bir romandır, kitabı Arif müəllim yazıb. Özü yoxdur burada, amma kitabı burada. Hasarım mən. Arif Quliyev. Bizim də Uçaskovu. Kitab yazır, işi gücü qutarıb, roman yazır. Uçaskovu hara, məhəbbət dastanı hara. Yox, Uçaskovu da pensiya çıxır, karşılıqdır, indi roman yazır. Allah bəla, Allah işin avan eləsin. Amin. Öz aramızda elə dünyanı idarə edən də məhəbbətdir. Elə deyir Balalan müəllim. Məhəbbətsiz həyat yoxdur. O qədər məhəbbətdən danışıb, bəlkə bir məhəbbət mahnısı oxuyasınız bizim üçün. Oxuyum da, dünən də siz o dəfə də mənə bir şey soruşdunuz. Dediniz ki, nə əcəb hər dəfə belə şpaqalkadan oxuyursan. Məsələ burasındadır, mən həm də sənətim filoloqdur. Yəni, bir sıra necə deyirlər, hərdən belə şeylər də yazıb eləyirəm. Ona görə çalışıram, həmişə təzə şeylər oxuyum. Bəzən elə olur ki, tutalım ki, axşam yazdığım və yaxud da ki, bir həftə, daha doğrusu üzr istəyirəm, bəzilərini mən yazmıram, dostlarım var. Şeir yazan dostlarım var, elə Əhliman qardaşımızın da neçə dənə məndə şeiri var. Yazırlar, deyirlər, növbəti, məsələn, qonaqlığa gələndə, gələ bizim şeirimizi də oxu. Mən də onları da, sırazı mənim beynim, o kompüter deyir ki, onu o dəqiqə ilə beynimdə ərk eləyim. Ona görə də şifarlar var. Yazıram, qeydiyyat aparıram da, yaddan çıxanda istəmirəm. Düzdür, mən Əhliman qardaşımızın xətrini niyə çox istəyirəm? Bu bizim bəzi xalq ifaçılarımız, aşıqlarımız, digər savadlı müğənnilərimiz, onlar çalışırlar ki, hər sözü, hər misranı, yəni onun üstündə
çaşmasınlar. Onlar şeirin öz qayda qanunları var. Allah saxlasın. Bizim gənc ifaçılarımızın çoxunun gözəl səsləri var. Hamısı gözəl oxuyur, hamısı da möhkəm Allah onlara səs verir. Amma bəzən sözlərdə kasadlıq çəkirlər, sözün də axırında qayfiyələri pozurlar. O da ki, xalqın yaddaşında qalmır. Amma indi bu romanı görürsünüz, bunun içindəki sözlər xoşa gələn olmasa, bu yadda qalmayacaq. Hey, bunu yazanın bu Amma sponsoru əziyyətindən. Ümumiyyətlə Balaoğlan müəllim, şeir gərək qəlbləri isitsin, ürəklərə yatsın. Deyir ki, deyir, bəli, hər şey təsirlidir öz məqamında, qoca şirin cavan tazı yandırır. Şeir var, zərrəcə qəlbi isitmir, bükülüb qəzetdə qazı yandırır. O qaz yandıran şeirdən danışmır. Şeir gərək ürəkləri oxşasın. Baxıb intizarlı ömür yoluna, baxıb intizarlı ömür yoluna, ağlayan da mənəm, gülən də mənəm. Vüsalına həsrət göz yaşlarımı, axıdan da mənəm, silən də mənəm. Ömrümü səninlə bağlayan da mən, sənin hər kəlməni anlayan da mən, səni uşaq kimi danlayan da mən, səni uşaq kimi danlayan da mən, dərdini səninlə bölən də mənəm, ağlayan da mənəm, gülən də mənəm. Sensiz gör nə qədər, sensiz gör nə qədər yaşadım hədər. Ömrümü ağrattı bu qəm, bu kədər. Sizlərdən bir xəbər alana qədər, səndən ey yarım bir xəbər alana qədər. Dirilən də mənəm, ölən də mənəm, dirilən də mənəm, ölən də mənəm. Sənin qeyrətində, ülfətində mən, sənin sevincində, zillətində mən. Ey qaranlıq gecəndə, zülmətində mən, ömrünə nur saçan şöləndə mənəm. Ömrünə nur saçan şölən də mənəm, ağlayan da mənəm, gülən də mənəm. Yar bizim yerin çayları dərin olur, içməyə də suları sərin olur. Dörd tərəfi gözəl qız gəlin olur, gözəllərin məskəni bu çaydadır. İçmişəm balə, bilmirəm sevdam hardadır. Gözəllərin məskəni bu çaydadır. İçmişəm balə, bilmirəm sevdam hardadır. Ay maşallah. Bir alırşan, ot tutarak yanara dalırşan. Ulduz kimi göydə bir sayrışan, ot tutarak öz-özünə alırşan. Könül qırıb sonra gəlib barışan, gözəllərin məskəni bu çaydadır. İçmişəm balə, bilmirəm sevdam hardadır. Gözəllərin məskəni bu çaydadır. İçmişəm badə, bilmirəm sevdam hardadır. Mənim bildiyimə görə aşıqların ifa elədikləri o aşıq havaları əksəriyyəti məhəbbətə də həsr olub. Elə deyil mi Əhmən müəllim? Çoxsu. Həddindən artıq çoxlu. Çoxsu. Amma meyxana janrında məhəbbətə rast gəlir yoxsa yox?
Ay Nami qardaş. Məhəbbət elə bir mövzudur ki, Rahim qardaşım, o hər bir sənətçinin ürəyində yuva salır. Məhəbbəti duymayan ürəyi yazıb yarada bilməz. Üzü Füzulidən tutmuş bir yana gəlmə, hamı məhəbbət mövzusuna müraciət edir. Aşıqlarda da var, xanəndələrdə də var və o cümlədən meyxana deyənlərdə də var. Amma bizim keçmiş Uçaskovda nə dərəcədə bu var, nə dərəcədə bunu romanında təsvir edə bilib, onu hələ mən bilmirəm. Anar deyir, Çilingərin belə ulduza olan məhəbbəti, nə dərəcədə onu təsvir edib, onu deyəməm. Mən ona belə bir, yəni ki, qeyri-adi bir hal kimi baxmıram. Çilingərin ulduza olan məhəbbəti və yaxud da qarşılıqlı olan məhəbbətlər, bu həyat özü məhəbbət üzərində olur. Bunda Anar yəqin biraz bizim məlumatlar lazım. Nə məhəbbət? Səhnə başqa, gəlib evdə, olub evdər xanım. Nə məhəbbət? Yəni bundan ibarətdir. Ulduzun adı nədir? Süjet ulduzun adını verməyib. Bir də bir ulduz qız verir. Bizdə aşıq ulduz deyilən bir sənətçi var, sonra Sənəti müğənni, ulduz da, ulduz qız, sənəti oxumaq. Bu romana baxdım mən. Elə o roman şair qardaşım Cəlmxan Yaqubun bir şeiri yadıma düşdü. Elə bu romana münasibət bildirməmişdən deyir, qardaş elə saxla qəlbi ürəyi, bulud tək qaralıb dolandan olsun. Bir qalın kitab var, bir qalan kitab. Yazanda elə yaz kitabını sən, qalından olmasın, qalandan olsun. Mən də bu romana baxdım və hesab elədim ki, bu romanı balaca bir şeir formasında Qalındır, amma qalandır. Yox, qalandır. Yaxşı, sən də onun üzrə deyə bilərsən ki, bu kitab qalındır, qalandır. Özünə də deyərəm. Yəni bu kitab bir üç roman yazan var. Biri yazır elə, biri də yazır belə, biri də yazır elə-belə. Bu elə-belə yazılmış romandandır. Özü bu ikisini dəfə elə deyirdi, elə belə, nə bilim nə, özü deyirdi onu. Mən də bu elə-belə yazılmış romandır. Yəni bu fikri, bu süjet xəttin, burada gedən prosesləri, mövzunu balaca bir şeirə də yerləşdirmək olardı. Deyirsən ki, qalındır, qalandır. Bir dənəsini yaz, şeir, göstərgən sübut eləginə ki, qardaş, bunun yazmaqdansa mən bunu eləyərəm. Mən elə yazmışam, o romanı oxuyandan sonra yazmışam. Orada hadisəni belə bir, bu romanda gedən prosesi bir şeirə yerləşdirdik. Mən sizə söhbət açım bir qızın həyatından. Məşhur olan tanınmış ulduzun həyatından. Vaxtla vədə yetişdi, eşqə düşəsi oldu. Eşqi üçün alışdı, yandı bişəsi oldu. Nə bilsin ki, çox bilmiş hiləgəri sevdi o. Maşın təmir eyləyən çilingəri sevdi o. Ulduz olan bu qızın hesabına çilingər, özünü yaxşı tutdu, imkanları böyüdü. Market yiyəsi oldu, dükanları böyüdü. Ürəyindən ağrı, nə də acı olmadı. Ulduz olan bu qızdan ehtiyacı olmadı. Mənəm deyib özünü öyə-öyə meyil etdi. Özgəyə vurğun oldu, özgəyə meyil etdi. Ulduz olan bu qızın eşqini danan oldu. Başqa bir gözəl üçün alışıb yanan oldu. Yalan vədlər verərək uyutdu ulduz qızı. Çıxardıb yaddaşından unutdu ulduz qızı. Ulduz olan bu xanım evdar qadına döndü. Yalqız tənha qalıbdı. Qəmində, qəhərində, Bakı söylədiyimiz küləklər şəhərində. Bəlkə də dünyanın ən bədbaxt xanımı oldu. Bir bax səhnə xanımı, mətbax xanımı oldu. Sağ ol. Orada bir şeirdə bir dənə sətir var idi. Məhəbbətin qüdrətini daddılar onlar. Lan məhəbbət. Rüfət bir dənə məhəbbətin qüdrətini oxu yenə qardaş. Eşim məhəbbətin düşüb yanıma, gözlərim seni qananadım. Eşkin məhəbbətin düşüb canıma, göz yaşını seni qananadım. Yaxşı bir beni adlayım geçip, adlayıb geçip gözləyə bilmirəm qananalım. Özün dərdlərimi bil qananalım. Bu nəsirdir düşdü mana, eşq oduna düşdü mana. Ay bu nəsirdir düşdü mana, eşq oduna düşdü mana. Məhəbbətini qüdrətini, məhəbbətini qüdrətini mən belə bilməmişdim ana. Düşdü mana eşq oduna, yandı mana eşq oduna. Məhəbbətini qüdrətini mən belə bilməmişdim ana. Eşq olsun. Hə, Əhliman müəllim, əsərdir O vəziyyət. şair yaxşı şeir dedi. Bu kitabı qısa o kitab haqqında şeirin dedi. Amma rəhmətli Dədə Şəmşir bir bənddə
fikrim bildirib o vaxtı ki, namərd sənin qulluğunda qul olar. Öz işi düzəlib bitənə kimi. İrişə üzva güləri, əli bir tərəfə yetənə kimi. O əl ki yetdi, namərd adamlardan gedir ha söhbət. Orada məhəbbət də gedir, tələf olur, dostluq da, çörək də. Eşq olsun mərd insanlara, mərd şairlərə. Və bir mərd meyxanacı qardaşlar. Mərd sözü çoxdur. Siz deyən kimi qısa hörmətli şairlərimizdən biri, yəni ki, bu Fikrət Qocahan deyir, bir babam qaçaq olub, mərd olub. Bir babam qoçaq olub, mərd olub. Bəs bu namərdlər hardandır? Bu da mənə dərd olub. Allah o namərdlər deyir ki, namərdləri qovun elin içindən, qeyrətsizlik edib elə qarışar. Kökündən çıxarın qara tikanı, budaq atıb qızıl gülə qarışar. Allah o namərdlərdən uzaq eləsin. Amin. Mərdin mərfətdir üzündə pərdə, namərdin nöqsanı çətindir mərdə. Yoxdur elə loğman ki tapar dərdimə dərman. Yoxdur elə loğman ki tapar dərdimə dərman. Tək sənsən əlac canıma, ey sevgili canan. Zülfün kimi arxanca gəzim, sən məni dindir. Bəsdir bu qədər naz elədin, nazına qurban. Aç qönçə dodaqlar arasından gül ürəna. Ya yaşad məni, ya da ki ver ölmümə fərman. Sənsiz mənə dünya nə gərək, Adəmə cənnət. Qoyma sala qəlbində yuva, lənəti şeytan. Ey gül, bu qədər namiqi incitmə, amandır. Dərk eylə ki, 5 gün qonaqdır dünyada insan. Sağ ol, aynen. Eşq olsun, eşq olsun. Görseydim diyərdim Çaskovunu, yazıb yaratdığın romandan danış. Görseydim diyərdim Çaskovunu, yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Görseydim diyərdim Çaskovunu, yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Sen romanda tuza bak yenen tuza. Bir çilingər vırılıb orada bir qıza. Özü də qız nə qız ilham ulduza. Məhəbbətin oduna yanandan danış. Məhəbbətin oduna yanandan danış. Fərəz yaratdığın romandan danış. Görseydim diyərdim Çaskovuya, yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Anar da şair deyir özünə dildə, ələl xüsus şeir yazır hər ildə. Ələl xüsus şeir yazır fəzildə. Ədəbiyyat yaranıb neçənci ildə. Tuxum var bir kəlmə yalandan danış. Tuxum var bir kəlmə yalandan danış. Görseydim diyərdim Çaskovuya, yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Qarışdırma şəmşir əqli kəmalımı, qatma ginən gəl harama halalımı. Anaramın çətin tapar sualımı, sən o barədə əhlimandan danış. O barədə sən əhlimandan danış. Görseydim diyərdim Çaskovunu, yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Şəmşir bilir sözün ləzzət dadını, 7 ildir qoruyur ustadını. Çaskov yazıb tutduqlarının adını, Asoxu onu bir plandan danış. Asoxu onu bir plandan danış. Görseydim diyərdim Çaskovunu, yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Romanda bir qızdı düşübdür şərə, səhv eləyir ömrə, səhvdə bir kərə. Bilməyibdi ərə gedib çilingərə, nəfsinə qul olan zənandan danış. Nəfsinə qul olan zənandan danış. Yazıb yaratdığın romandan danış. Görseydim diyə
oduna yanandan danış. Çilingəri müqəddəs eşqi sana, çilingəri müqəddəs eşqi sana, eşqinin oduna alışıb yanan, çilingərə ərə gedən aldanan, kipriyi ox qaşı kamandan danış, kipriyi ox qaşı kamandan danış. Məhəbbətin oduna yanandan danış. Görsəydim deyərdim uçaskovunu. Məhəbbətin oduna yanandan danış. Məhəbbətin oduna yanandan danış. Məhəbbət çox insana verib əzab. Bu yolda söylə kim çəkibdir səvab. Zəlim xan müəllimə söylə bu kitab. Qalındandı yoxsa qalandan danış. Qalındandı yoxsa qalandan danış. Məhəbbətin oduna yanandan danış. Yazsaydım deyərdim uçaskovunu. Yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Dərddən ürəyim bişib olub kebab. Ay ustadım nə dərdə çəkim əzab. Anarama sualma verməyib cavab. Ged ustad var arpa zamandan danış. Ged ustad var arpa zamandan danış. Məhəbbətin oduna yanandan danış. Görsəydim deyərdim uçaskovunu. Yazıb yaratdığın roman. Mən verim cavab anarın yerinə. Sataşma meyxanənin liderinə. Sən anarla çox da getmə dərinə. O ki aldı bu imtihandan danış. O ki aldı bu imtihandan danış. Biraz məhəbbətə yanandan danış. Görsəydim deyərdim uçaskovunu. Yazıb yaratdığın romandan danış. Məhəbbətin oduna yanandan danış. Məhəbbətin oduna yanandan danış. Məhəbbətin oduna yanandan danış. Anara neynəmisən əhli haldırıb. Sala sala meydanda qalma qaldırıb. Savabı qəlizdir onu çınlaldırıb. Ya yer ya göydən asimandan danış. Ya yer ya göydən asimandan danış. Məhəbbətin oduna yanandan danış. Görsəydim deyərdim uçaskovunu. Yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Bu kitabın qiyməti olar ucuz. Ürək bulandırar çörəkdə duzsuz. Ata anıya baxmayan olduz. İkəlli başına vurandan danış. İki əllər başına vurandan danış. Məhəbbətin oduna yanandan danış. Namik mənə bunlara qurub tələ deyər. Keçər özü də çox ciddi məşğələ deyər. Görürsən ayanar deyən belə deyər. Arif adam bilib qanandan danış. Arif adam bilib qanandan danış. Məhəbbətin oduna yanandan danış. Görsəydim deyərdim uçaskovuna. Yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Yaxşı gəlir, yaman gəlmir xoşuma. Yaxşı gəlmir, yaman gəlmir xoşuma. Ümid gəlmir, güman gəlmir xoşuma. Arif yazan roman gəlmir xoşuma. Etməginən gəlan damandan danış. Etməginən gəlan damandan danış. Yazıb yaratdığın Hər yazılan romandan. şeirə sən roman demə. Hər yazılan şeirə sən roman demə. Şəmşirə gicdən ağıl uman demə. Ağız dolusu özlə müsəlman demə. Bircə dənə ayə Qurandan danış. Bircə dənə ayə Qurandan danış. Məhəbbətin oduna yanandan danış. Görsəydim deyərdim uçaskovunu. Yazıb yaratdığın romandan danış. İndi dilliyini anar sözünü. Bağ başına nə qoymuşdun özünü. Ver cavabını döyməginən gözünü. Ya da bazarda kartof soğandan danış. Ya da bazarda kartof soğandan danış. Görsəydim deyərdim uçaskovunu. Yazıb yaratdığın romandan danış. Yazıb yaratdığın romandan danış. Mürgüləyi
Gəlib yuxulayıb yatan kim, arzusuna çatmayan kim, çatan kim, bu dənizdə üzən kimdir, batan kim, sevgi adlı dərin limandan danış, sevgi adlı dərin limandan danış, yazıb yaratdığın romandan danış. Gah deyirsən, gah yerində yatırsan, adımı şair qoymusan, söz satırsan, adımı şair qoymusan, söz satırsan, ağlın çaşıb malım mala qatırsan, ya dağdan danış, ya arandan danış, ya dağdan danış, ya arandan danış, məhəbbətin oduna yanandan danış, yazıb yaradılan bir romandan danış. Şeir yazdın yalan yoktu közüme, bu insanlar ne görsenir gözüme. Amar sen şair demeylen özüme, sen Zelim Han Teşko zamandan danış, sen Zelim Han Teşko zamandan danış, məhəbbətin oduna yanandan danış. Görseydim diyerdim Usaskovu'ya, yazıp yarattı bu romandan danış, yazıp yarattı bu romandan danış. Qınamasın talihini, baxtını, sınamasın nətacını, taxtını. Arif həvəs itiribdi vaxtını, möhlətdən söhbət aç zamandan danış, möhlətdən söhbət aç zamandan danış, yazıb yaratdığın romandan danış. Arif yalan yazıb ləzzətli duzdu, anar yenə də meydanında uduzdu. Anar sözün özün kimi ucuzdu, bəlkə çəkək tərəzi qapandan danış, bəlkə çəkək tərəzi qapandan danış. Duxum var bir kəlmə yalandan danış, məhəbbətin oduna yanandan danış. Sənin ayanar ağlın uçub havaya, bal oğlanla bərk girişdin davaya. İndi də sataşma Uçaskovuya, gəlib təpər dərvə samandan danış, gəlib təpər dərvə samandan danış, məhəbbətin oduna yanandan danış, yazıb yaladılan bir romandan danış. Verseydim diyerdim Uçaskovunu, yazıb yarattığın romandan danış, məhəbbətin oduna yanandan danış. Bu ustadımın doğru oldu tələbi, belə onun üçün də məmadır ləqəbi. Uçaskovuda qalsa söz əsəbi, Uçaskovuda qaldırma əsəbi. Sonra düşən ortaya qandan danış, sonra düşər ortaya qandan danış, məhəbbətin oduna yanandan danış. Görseydim diyerdim Uçaskovunu, yazıb yarattım o romandan danış, yazıb yarattım o romandan danış. Gedən ömür aşıq qayıtmır dala, götür sazı biraz qızıl xırdala. Hamımıza əzizdir bu kiçik qala, bizə əziz olan məkandan danış, bizə əziz olan məkandan danış. Məhəbbət deyərdim Uçaskovunu, yazıb yarattığın romandan danış, məhəbbətin oduna yanar. Mövzu ancaq məhəbbət üstündə köklənir. Məhəbbət dünyanı xilas edəcək. Ancaq məhəbbət üstündə köklənir. Amma valideyn xeyir duası, ata-ana xeyir duası, ağsaqqal xeyir duası o ən böyük məhəbbətdir. Əgər istəsən xoşbəxt olasan, hansı bir işi görürsən gör. O böyük şair dostumuz Əli müəllimin bir sözü var, deyir ki, kiçiklər bir işə başlayan zaman ağsaqqaldan məsləhət alsa yaxşıdır, arxasız igidin qiyməti olmur, igidin arxası olsa yaxşıdır. Əziyəm qalanda, el yeriyib qalanda, evlad onda xoşbəxt olur. Atadan, anadan, xeyir dua alanda. İndi sən fikir ver, gör Ustad Əhməd nə deyir? Deyir, könül dost axtarıb yar seçən zaman, şərt deyil gözündən, qaşından tanı. Öyrən əməllərin, əhdin, ilqarın, onu hər tərəfli işindən tanı ki, sonra hardasa sənin o məhəbbət atın büdrəməsin. Mütləq gərək böyük sözünə də qulaq asasan. Məhəbbət haqqında bir gözəl mahnıda
gizli derdim talan oldu. Gönül açtım, kan eyledim, gizli derdim talan oldu. Ele yandım eş oduna, ele yandım eş oduna. Leyli Mecnun yalan oldu, Leyli Mecnun yalan oldu, Leyli Mecnun yalan oldu. Ömür azar istersen de, ömür azar istersen de, bülbül ağlar göçemende, bülbül ağlar göçemende, söz yerine düşmeyende, ay şair söz yerine düşmeyende, ilan kimi çalan oldu, ilan kimi çalan oldu, ilan kimi çalan oldu. Müstəkemer çıkıp dizem, müstəkemer çıkıp dizem. Geçen günü vurma bize, kurban olum ala gözem. Ben kurbanım ala gözem. Beni eşke salan oldum, beni eşke salan oldum, beni eşke salan oldum. Aşıralara ne gelem, göz yaşlı kipriyinem. Aşıralar elde gelem, göz yaşlı kipriyinem. Ay bu esirde mənə məcnun deyirlər, sevil sevilməkdən söz düşən kimi. Bu esirde mənə məcnun deyirlər, sevib sevilməkdən söz düşən kimi. Ay aman aman aman. Ciğerlerim şan şan olur eşkiden, qara şanələrə göz düşən kimi. Aman. Ay bal olan mənim eşkide, od da var, duman da çəndə. Aşıqam bu yoldan dönmələm mən də. Eşkide od da var, duman da çəndə. Əhməd Əhmədəm bu yoldan dönmələm mən də. Say gör neçə yananlar bu sinəmdə. Güllə yarasından diz düşən kimi aydan Mansur dayı girib gəlsin oyuna. Qurban olum qamətinə boyuna. Bilən sağ Mansur dayı girsin oyuna.
Allah heç kimin gözünü yolda qoymasın. Amin. Hamı öz arzusuna çatsın. Belə yerdə icazə versiniz, yadıma 2 bəs söz düşdü. Deyir, eşqin dəryasına atılan aşıq, yeriyə bilməsən üzəsən gərək. Vuranda dalğalar daşlara səni, göz yaşı töhməyib, dözəsən gərək. Əgər Mansur kimi çəkilsən dara, xəyanət eyləmə əhdə ilqara. Yetişmə istəsən leyli təhyara, Məcnun tək çölləri gəzəsən gərək. Dolsa da başva sevdanın dəmi, tap özva layiq könül həmdəmi. Çıxsa qismət var ağıldan kəmi, Allah uzaq eləsin, dünyadan əlu üzəsən gərək. Həsənəm bilməsəm öz hörmətimi, yar da ucuz tutar sədaqətimi. Arif adamsansa nəsiyyətimi, qanınla qəlbinə yazasan gərək. Eşq olsun arif insanlara və böyük axsaqqal müdrik sözünə baxan insanlara. Sizi də var olun. Sağ olun. Müharibə təzə qutarır. Stalin də əmr edir ki, demək, kolxozda adam çatmır, amma yazın, amma müəllim aşığa əl deməməyə şərti ilə. O vaxt hörmət olun, müəllim aşığa. Yazırlar, gələ çıxar Toğuza. Hansı qapını döylə aşıq, hansı qapını döylə müəllim. Müəllim aşıq, aşıq müəllim yorulurlar. Oturlar bir daşın üstündə, bir axsaqqal yoluna gedir. Burada niyə oturmuş? Qəribə adamsız deyir. Bəs Stalin yoldaşı əmr edib, kolxozda adam çatmır, hamını kolxozu yazmaq lazım. Bə niyə yazmırsınız? Deyir, hansı qapını döyür, aşıq müəllim. Deyir, yazın da. Deyir, yox, əmrdə var ki, müəllim aşığı əl deyməmək şərti ilə. Deyir, hə, gedin Tozun Rus kəndi var, oradan taparsınız. Gəlir Tozun Rus kəndi, qapını döyürlə, bir sağ adam qapını açır. Deyir, adı nə? Deyir, Fediya. Deyir, sən axtarır bir adam. Deyir, nə eləmişəm? Deyir, kolxozda adam çatmır. Sən yazır kolxoza. Burada yazıb əmrdə, müəllim aşıq, deyməmək şərti ilə. Müəllim, sən deyir, aşığam. Aşıq belə, eynamızı keç içəri. Keçir içəri, görür saz bir dənə sallan divardan. Fedi götür sazı, kolxozu yazırlar bunu. Başlayır oxumağa, telli saza vurulmuşam, telli saza vurulmuşam, öz adımdır Fediyə mənim, ustadımdır Aşıq Mirzə. Görür yazanlar var da baxırlar, şagirdimdir Nadiyə mənim, ay qızım yanmışam. Bir 10 ilin söhbətidir. O şimdi toyun şıdığı vaxtıdır. Ləzgi qardaşlardan biri gəlir, yaxınlaşır, palatka toyudur. 50 dolları atır, deyir, cəm qardeş, oxuyana deyir, bir dənə mən üçün nəbin yoxu. Bu da deyir, baş üstə oxuyanda, uşaqlara deyir ki, bir dənə qasaq nəbi. Başlayır, bozat səni sər tövlədə bağlara. Saxla, olmadı. Sənə dedim nəbin yoxu, nə bu zat? Deyir, Asaka, oxuyuram da, gələcəm indi yavaş-yavaş. Deyir, tananisi dəyişin, bəlkə bunun xoşuna gəlmədi, başqa yerdən oxuyum. Yenə başlayır, bozat səni sər tövlədə, biraz saxla, sənə dedim nəbin yoxu, sən bu zat oxusan, nə bu zat, nəbi? Deyir, oxu da, nəbi səni sər tövlədə Yeni adı, Samalyotda, heç sabırtı bilmiyor. Samalyotda bir oğlanın göz düşür bir qıza. İndi bilmir nətər danışdırsın bunu. Bundan biraz irəlidədir. Özü qızın da yanını boşdur. Gəl əyləşir, ora-bura, sən hardansan, adın nədir, nə. Axırı deyir ki, qəşək qız, istəyirəm səndən bir söz soruşam. Deyir, buyur. Deyir, bağışlayır. Siz də bu samalyotda geyirsiniz. Heç nə deyə bilmirəm. Mən Əhliman müəllimlə bir neçə oxumuşam, kəş oxumaydım. Demək, uşaq gəlir otağa, görür ata qəzet oxuyur, atası da, qaranlıq otaqda deyir. Ata qaranlıqda qəzet oxuyursan, hə, ikisi oğlu geç. Bəs mən gecə məktəbini qurtarmamışam. Amma əyanı oxumuşum. Güzel gün oxşayır. Ben bir uyanı geziyorum. Yer elim, gələmimiz var.